Başlayalım. Dostlar, salam aleykum. Deməli, Əlixan müəllim bizim qonağımızdır növbəti dəfə və xoş gəldiniz. Deməli, qardaş əli boş gəlməyib, nə yaxından göstər, rəhmət olmasa. Gözəl bir kitabımızı hədiyyə elədik. Quran-ı Kərimdir, qardaşın özünün tərcüməsidir, çap yerli çapdır. Deməli, dostlar, bu kitab, bu tərcümə hal-hazırda Mədinə və Məkkə şəhərlərində o iki məsciddə rəflərdə var. Yəni, hörmətli qardaşımızın tərcüməsidir. Allah elminə bərəkət versin. Sizə minnətdarım bildirəm. Həm öz adımdan, həm də bütün sizin əl yazmalarınızdan, çaplarınızdan, kitablarınızdan faydalanan qardaşlardan. Xoş olsun. Salam aleykum.